uyğunluğu müəyyən edin. Monqolların birinci yürüşü, yəni 1220-1222-ci illər. Xarəzmşah Cəlaləddinin yürüşü 1225-1231-ci illər. Gəncədə Usta Bəndərin üsyanı baş vermişdir. Bu 1231 Xarəzmşah Cəlaləddinə qarşıdır. 2A. Azərbaycan bütövlükdə Ali Monqol xaqanlığına tabe edilmişdir. Bu, ikinci Monqol yürüşünə aid bir cəhətdir. Bunu çıxırıq. Şirvanşah 2. Axistan asılılığı qəbul etmişdir. Bu, yenə də birinci Monqol yürüşünə aid deyil. Bu, ikinci Monqol yürüşünə aid xarakterik xüsusiyyətlərdən biridir. Təbriz şəhəri ələ keçirilməmişdir ifadəsi birinci yürüşə uyğun gəlir. Həqiqətən də Təbriz şəhəri xərac vermişdir. Asunqurilər dövləti süquta uğradılmışdır. 1227-ci ildə Xarəzmşah Cəlaləddin Asunqurilər dövlətinə son qoymuşdur. Ona görə də bizim düzgün cavabımız 1-ə D, 2-yə də A və Y-dir.